Bilirsiniz, adətən böyük zəfərlər barədə düşünəndə gözümüzün önündə son saniyədə vurulan qol, meydandakı fırtına və qışqırıqlar canlanır. Düzdür, emosional bir partlayış gözləyirik. Hə, amma bəzən ən böyük qələbələr siz sadəcə divanda oturub televizora baxdığınız bir vaxtda belə gələ bilər. Xoş gəldiniz. Bugün biz əlimizdəki çox maraqlı bir mənbənin, belə deyək, İngiltərə Premyer Liqasının 2025-26 mövsümünün son günlərini əks etdirən rəsmi xəbər mətninin dərinliyinə enirik. Yəni, Arsenalın çempionluğunu rəsmiləşdirən rəqəmləri, riyazi qanun uyğunluqlarını və ən əsası bunun tarixi çəkisini təhlil edəcəyik. Düşünürəm ki, ən qəribə olan da elə budur. Sən bütün mövsümü qan tər içində mübarizə aparırsan, amma həlledici an sən heç meydanda olmadığın vaxtı baş verir. Mənbəmizdəki statistika göstərir ki, bəzən riyaziyyat ən böyük emosiyalardan belə daha qətiyyətli olur. Amiya, gəlin o riyaziyyatın necə işlədiyinə baxaq. Çünki rəqəmlər öz-özlüyündə quru səslənə bilər. Amma burada fərqlidir. 37-ci turda hər şey həll olundu. Yəni, Manchester City Bournemouthla oynayırdı. Və maç 1-1 hesabı ilə bitdi. Bəli, məhz belə. Bu nəticə ilə Arsenal 82 xalla birinci, Manchester City isə 78 xalla ikinci yerdə qərarlaşdı. Və cəmi bir oyun qalmış, məsələ bitdi. Çünki futbolda bir qələbə maksimum 3 xal verir. Ortada isə artıq 4 xallıq bir uçurum var. Yəni, Manchester City son oyunda 10 gol vursa belə, o fərqi qapatmaq riyazi olaraq mümkünsüz bir divara çevrildi. Və bu 4 xallıq fərq əslində bütöv bir mövsümün sistemli əməlinin nəticəsidir. Mənbəmizə görə bu çempionluğun təməlində Arsenalın 37 oyunda qazandığı 25 qələbə, 7 heç-heçə və cəmi 5 məğlubiyyət dayanır. Yəni, bu mövsüm boyu edilən xırda fədakarlıqların yekun cəmidir. Burada məsələ həqiqətən də maraqlı bir hal alır. Mən bu durumu nəyə bənzədirəm, bilirsiniz? Nəyə? Təsəvvür edin ki, il boyu ən vacib imtahanınıza hazırlaşmısınız, gecələri yatmısınız. İmtahandan çıxıb nəticələri otağınızda səssizcə gözləyirsiniz. Və birdən xəbər gəlir ki, əsas rəqibiniz başqa bir sadə sualda büdrəyib. Və siz heç nə etmədən avtomatik olaraq sinif birincisi olmusunuz. Tam olaraq. Bu, bir növ psixoloji antiklimaksdır. Sən o zəfəri döyüş meydanında yox, qonaq otağında qeyd edirsən. Bəs belə olan halda, komanda 24 mayda Londonun Selhurst parkında Crystal Palace-a qarşı oynayacağı o sonuncu maça necə motivasiya olacaq? Artıq bu oyunun cədvəl üçün heç bir əhəmiyyəti qalmayıb axı. Açığı, o psixoloji antiklimaks fikri mənzərəni çox dəqiq təsvir edir. Meydanda vuruşub qalib gəlməyin verdiyi o adrenalin partlayışı yoxdur. Son oyunla bağlı isə vəziyyət ikilidir. Necə yəni ikili? Yəni, riyazi təzyiqin aradan qalxması bəzən komandalara inanılmaz dərəcədə azadlıq verir. Onlar artıq xal ardınca qaçan gərgin bir döyüşçü kimi deyil, çempion kimi meydana çıxırlar. Bütün o stresi kənara qoyub, sadəcə oyunun dadını çıxarmaq şansı əldə edirlər. Aha, anladım. Və bu rahatlıq təkcə bir mövsümün yox, əslində 10 illiklərin yükünün atılmasıdır. Çünki bu 82 xal sadəcə bir illik statistikadan ibarət deyil. Mənbəmiz xüsusi olaraq vurğulayır ki, bu klubun 14-cü liqa tituludur. Bəli, və bizi ən çox maraqlandıran hissə də məhz o rəqəmin arxasındakı ağır tarixdir. Biz 2003-2004-cü illər mövsümünə əfsanəvi Arsene Wengerin və heç bir oyunda uduzmayan o məşhur komandanın dövrünə qayıtmalıyıq. Düz 20 ildən çox vaxt keçib? Bəli, o vaxtdan bəri klub böyük bir durğunluq yaşayırdı. Arsenal 1930-cu illərdən tutmuş 2000-ci illərin əvvəllərinə qədər İngiltərə futbolunda nəhəng bir güc olub. Amma o qızıl dövrdən sonra gələn bu uzun sükut komandanın üzərində psixoloji bir bloka çevrilmişdi, elə deyil? Tamamilə. Bu zəfər sadəcə bir kubok qazanmaq deyil, 20 ildən artıq davam edən bir travmanı, o tarixi psixoloji səddi qırmaq deməkdir. 20 ildən çox davam edən bir həsrət, amma gəlin coşquya qapılıb böyük mənzərəni də unutmayaq. Arsenal 14 titulla nəhəng bir sıçrayış etsə də, İngiltərə futbolunun zirvəsi hələ də çox uzaqdadır. Aha, yəni o ümumi tarixi rəqabəti nəzərdə tutursunuz. Bəli, tarixi rəqabətdə Liverpool və Manchester United'ın həriyə 20 çempionluğu var.
Yəni Arsenal o qaranlıq tunneldən çıxsa da, həmin o böyük dağın tam zirvəsinə çatmaq üçün hələ çox yol getməlidir. Məhz bu məqam göstərir ki, idmanda bir mövsümlük möhtəşəm qələbə səni dərhal mütləq kral etmir. Onlar köhnə ruhunu özünə qaytarıb, lakin qarşıda fəth edilməli daha yüksək zirvələr dayanır. Və siz futbol azərkeşi olmasanız belə, bütün bu məlumatlar sizin üçün niyə vacib olmalıdır? Çünki bu sadəcə bir idman xəbəri deyil. Düzdür. Bu, uzun müddətli enişdən sonra yenidən dirçəlmənin mükəmməl bir nümunəsidir. Yəni, hər hansı bir sahədə fəaliyyət göstərirsinizsə, sistemli işin, səbrin və doğru zamanda düzgün addımlar atmağın böyük bir nəticəyə necə gətirib çıxardığını görmək çox təsirlidir. Eyni zamanda bu hədəfə fokuslanmağın gücüdür. Bəzən siz sadəcə öz işinizi ən yaxşı şəkildə görməyə davam etməlisiniz. Bəli, əgər təməliniz möhkəmdirsə, rəqibinizin kiçik bir büdrəməsi belə gözləmədiyiniz anda sizi o arzuladığınız zirvəyə daşıya bilər. Bax, əsas çətinlik də elə o zirvəyə çatdıqdan sonra başlayır. Arsenal 20 ildən artıq idi ki, ac bir ovçu kimi o kubokuru əldə etmək üçün hər şey etməyə hazır idi. İndi isə hədəfə çatdılar. Növbəti mövsüm onlar artıq ovçu deyil, qorunmalı olan ov olacaqlar. Və yəqin ki, bu tamam fərqli bir psixoloji sınaq olacaq onlar üçün. Məhz belə. Və burada üzərində düşünməli olduğumuz o böyük sual yaranır. 20 illik aclıqdan sonra nəhayət o ziyafəti dadırsınızsa, növbəti səhər ocağı yenidən yandırmaq üçün eyni motivasiyanı özünüzdə necə tapacaqsınız? Bir məqsədə çatdıqdan sonra yaranan o psixoloji boşluğu nə ilə doldurmaq olar? Növbəti dəfəyə qədər bunun üzərində düşünün.